Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə bə'd. Biz Salihlərin Baxsası kitabının 13-cü bölümü davam edirik. Xeyir yollarının çoxluğunun bəyanıdır bölümün adı. Və bu bölümdə bir neçə ayələr oxuduq. Və bugün birinci hədisi götürəcək bu bölümdə. Əbu Zər Cündəb ibn Cünəddədən radiyallahu anhudan gələn hədisdə deyir ki, dedim ki, ey Allahın Resulü, əməllərin hansı daha əfsəldir? Yəni, ən əfsəl əməlləri soruşubdur. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allaha iman etmək və Allah yolunda cihad etmək. Yəni, ən əfsəl əməl, başlanıcı soruşanda deyir, Allaha iman etmək və Allah yolunda cihad etmək. Soruşdum ki, yaxşı, bəs qulların hansı daha əfsəldir? Riqab dedikdə burada insanın qulu olur, belə deyək. Qulları olur, məməlikləri olur. Onu neyinir? Sədəqə eləmək istəyir. Azad eləmək istəyir daha doğrusu onların birini. Hansını? Soruşur ki, hansı daha əfsəldir? Deyir ki, öz əhlinin yanında ən qiymətli olanı və ən qiymətli və ən dəyərli olanı. Yəni, sənə deyək ki, bir insan 5 dənə qulu var. Biri görsən ki, həm cavandır, həm işləyir, həm işləri yedir, hər şeydə. O pislərdən fəaldır. Lazımı kimi yəni, sənin işlərini aşırır. Bu daha qiymətli sayılır. Cavanlıqla yanaşı, məsələn, fəallığı zadı, biraz da savadlıdırsa daha çox, yəni qiymətli sayılır. Onu azad eləmək daha, yəni ən əfsəli budur. Deyək ki, yaxşı, bunu etməsəm bəs, yəni mən qul azad eləməsəm də, yəni deyək ki, Allaha iman eləmək var öz yerindədir. Deyir ki, bunu etməsəm, deyir ki, yolda qalana kömək et, yolda qalana kömək etkinən, bir əməli etməyə bacarmayana kömək et. Yolda qalana və bir əməli azana da yol göstərsən, şeysən. Və yaxud da bir əməli bacarmayana onu istəyir ki, etsin, ona kömək etkinən. Dedim ki, ey Allahın Resulü, Rəaytə in da'uftu an ba'dil əməl. Yəni, bəzi əməllərdə əgər zəifləsəm, yəni eləyə bilməsəm də, neyiniyim bəs? Yəni, deyirsən, bu əməllər əfsəldir. Deyir ki, eləyə bilməsəm də, zəif olsam, düşsəm. Deyir ki, insanlardan şərini çəkkinən. Yəni, insanlara şər etməklə. Bu sənin özündən, öz nəfsinə olan bir sədəqədir. Yəni, kimi pislik eləmirsən də, yəni. Yəni, pisliyini insanlardan çəkirsən. Özündən, özünə olan bir sədəqədir. Hədis Buxari Müslimdən gəlibdir. İbn-i Seym Rəhməllah deyir ki, şərhdəki müəllif Rəhməllah xeyrin yollarının çox olması bölümündə Əbu Zərdən radiyallahu anhudan gələn hədisi nəql ki, Əbu Zər Peyğəmbər sallallahu əleyhi və səlləmdən əməlin ən əfsəlini soruşduqda o demişdi ki, Allaha iman etmək və onun yolunda cihad etməkdir. Sahabələr Peyğəmbər sallallahu əleyhi və səlləmdən əməllərin ən əfsəlini soruşanda onu etmək üçün soruşardılar. Yerinə yetirmək üçün soruşardılar. Yoxsa onlardan sonra gələnlər kimi yox. Yəni, sahabələrdən sonra gələnlər nə edirlər? Sual verirlər, amma əməl etmirlər. Amma sahabələr soruşardılar və əməl edərdilər. Onlardan sonra gələnlər ola bilsin ki, ən əfsəl əməli soruşarlar, lakin ona əməl etməzlər. Amma sahabələr, onlar əməl edərdilər. Bu İbn Məsuddur. İbn Məsud Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, hansı əməl Allaha daha sevimlidir? Deyir ki, namaz öz vaxtında qılmaq. Əs-salatu alə vaxtihə. Yəni, namazı öz vaxtında yerinə yetirmək. Yəni. Dedim ki, bəs sonra hansı? Dedi, valideynlərlə yaxşılıq etmək. Valideynlərə yaxşılıq etmək. Soruşanda ki, sonra hansı? Dedi ki, Allah yolunda cihad eləmək. Görürsə, İbn Məsud beni soruşur. Əməl eləmək üçün soruşur. Və həmçinin Əbu Zər radiyallahu anhu da ən əfsəl əməllərin ən əfsəlini soruşanda Peyğəmbər sallallahu əleyhi və səlləm ona bəyan edir ki, əməllərin ən əfsəli Allaha iman etmək, Allah yolunda cihad etmək. Sonra soruşur ki, hansı riqab daha əfsəldir? O da deyir ki, buradakı riqab dediyimiz kimi məməlik hansı ki, insanın qulu var, onu azad eləmək istəyir. O da deyir ki, öz əhlinin yanında ən dəyərli, ən qiymətli olanıdır. Yəni, ən sevimli olanıdır öz əhlinin yanında və qiyməti ən yüksək, ən baha olanıdır. Yəni, burada həm cəm olunur qiyməti cəhətdən baha, həm də sevimli cəhətdən. Qiymətindən savayı sevimli cəhətdən də.
Yəni insan belə şeyi heç vaxtı görürsən xərcləmək istəmir, vermək istəmir. Yalnız kimin imanı güclüdürsə o edir bunu. Yəni sən 5 dənə qulun var, onlardan birini azad eləmək istəyirsən, ən sənə sevimli olan, ən bahalı olan heç vaxt vermərsən. İnsan nəfsi belədir. Bunu kim edir? Bu əməli yalnız imanı güclü olan kəs edir. Buna misal olaraq, İzə cəə ində rəculun İzə kənə ində rəculun abid və minhum vahidun yuhibbuhu. Misal çəkir ki, bir kişinin bir qulu vardır. Onlardan birini sevir. Çünki deyir, o onun əməllərini yerinə yetirir. Və innəhu xafifun nəfs və nafi'u li seyyidihi. Nəfsi yüngüldür, öz seyyidinə, ağasına fayda verir. Və huvə kəzəlikə eydən ağlıl abid. Həmçinin də qiyməti də bahadır. Əməlinə yanaşı qiyməti də bahadır. Hansı əfsəldir? Fizə səələ əyyumə əfdal ətaq, yəni hansı əfsəldir, mən onu azad edim qul kimi, yəni və yaxud da ki, ondan aşağı olanı Peyğəmbər s.ə.v nə deyir? Qullə deyir ki, deyir, sənin yanında ən qiymətli olanı, ən sevimli olanı deyir. Qiyməti baha olan və ən əfsəl olanı. Peyğəmbər s.ə.v demişdi ki, Fir-riqabi əğləhə səmənən və ənfəsuhə ində əhlihə. Qiyməti baha olub, öz əhlinə daha sevimli olan qulu azad eləmək nədir? Ən əfsəl olanıdır. Necə ki, Allah subhanət hala Əl-İmran surəsi 92-ci ayədə deyir ki, Lən tənəlül birrə həttə tunfiqu mimmə tuhibbun. Yəni, siz xeyri əldə edə bilməzsiniz, hətta sevdiklərinizdən xərcləməyənə kimi. Sevdiyindən xərcləməyənə kimi nədir? Xeyri əldə edə bilməzsiniz. Xeyrə çatanmazsınız. Əl-İmran surəsi 92-ci ayədə. Sahabələrdən biri bunu eşidəndə qasır bağını Allah üçün sədəqə edir. Girir bağına xurma bağı olur. Şöyle uşaqların arasında xurma zağı Allah deyir, bu Allah parası üçün vakf eləmişəm. Yəni sevdiyinə xərcləyir daha. Yəni. İbn Ömər radiyallahu anhuma malından nə xoşuna gələrdisə onun, deyək ki, hansı şeyi xoşuna gəldi malından, onu nə edirdi? Bu ayəyə tabi olaraq onu sədəqə edirdi. Sevdiyi işi bu ayəyə tabi olaraq. Əbu Talha radiyallahu anhu gəlir deyir, o vaxt ki, bu ayə nazil olur ki, lən tənəlul birrə həttə tunfiqu mimmə tuhibbun. Əbu Talha olur, gəlir Peyğəmbər s.ə.v yanına, deyir ki, Allah Rasulü, deyir ki, Allah Teala bu ayəni nazil elədi. Mənə dedir, ən sevimlidir, mənim bir bağım, bostanım var, çox meçidə yaxın olan, təmiz olan bir bostandır. Peyğəmbər s.ə.v ora gələrdi, oradan su içərdi. Yəni suyu çox şirin idi oranın şey. Bu həmin o sahabəyə görə, sahabəyə qiymətli bir şeydir. Əbu Talha deyir ki, bu mənim ən sevimli malımdır. Allahın üçün ən sevimlisidir. Mən onu Allah və Rasul üçün sədəqə edirəm. Və onu Allah və Rasul üçün nə edir? Qoyur. Peyğəmbər s.ə.v deyir ki, bəx, yəni buna təəccübləndir. Peyğəmbər s.ə.v deyir ki, məlun rabih, qazanc gətirən mal. O şey ki, Allah və Rasul üçün qoyulur, qazanc gətirən maldır. Allah onu böyüdür. Dağlar qədər edir. Sən onu dünyadan da səvaya, ahirətdə onu görəcəksən. Əgər ixlasla Allah üçün edirsən. Ara ən təcələhə fil əqrabin. Deyir, mən görəm ki, onu sən öz qohumlarına verir də, sədəqə kimi olsa, öz qohumlarına verirsən. Peyğəmbər s.ə.v onu deyir. Əbu Talha onu öz qohumları arasında sədəqə olaraq neyir? Bölüşdürür. Yəni, sahabələr xeyrə tələsərdilər. Xeyrdə yarışardılar. Sonra Əbu Zər deyir ki, illəm yəcid, yəni ki, özünü soruşanda ki, əgər bunu qul yoxdur da, azad edə bilmirəm, yəni, bunu etməsəm, yəni, öz əhlinin yanında daha sevimli, qiymətdə daha baha olan bir qul, Peyğəmbər sallallahu əleyhi deyir ki, tu'inu sani'an o təsna'a li axraqa. Yəni sən bir insana kömək edirsən və yaxud da ki, onun bacara bilmədiyi bir şeydə onu yönəldirsən. Demək, kömək edirsən, yönəldirsən və bacara bilmədiyi bir şeydə ona yardım edirsən. Bu salih əməllərdəndir və sədəqədir. Deyir, əgər bunu bacarmasam, yəni eləməyə bacarmasam, yoxdur ya da ki, bacarmıram da bunu etməyə. Deyir ki, onu da
şərini insanlardan çəkkinə. Bu sənin özündən, öz nəfsinə olan bir sədəqədir. Səndən öz nəfsinə olan bir sədəqədir. Yəni bu nədir? Və həzə ədnə mə yəkunu ən yəkufəl insanu şərrəhu an qeyrihi. İnsanlar da ondan salamat olur. Bu deyir, insanların onun şərindən, öz şərini insanlardan çəkməsi, bu ən aşağı olan bir əməldir. Hə? Sən öz nəfsinə elədiyin ən aşağı bir sədəqədir. Ki, insanlar səndən salamat olurlar. Sonra ikinci hədis gəlir bu bölümdə. Qalsın gələn səfər Allah təala istəmir ki, bizləri eşidib faydalandırasın.